Hər kəs salamlayıram. Bu dəfə yazacağımız integral Leninovicdən 2152-ci integralın həlli olacaq. Yazacağımız integral bu şəkildədir. Nömrə 2152 integral surətdə x arctanges x, məxrəcdə isə kök altında x kvadrat plus 1 dx bərabər. Verilmiş bu integralları həll etmək üçün əvvəlcə integrallı ifadəni biraz açıq şəkildə yazaram. Olar integral arc tangens x vurulsun x bölünsün kök altında x kvadrat plus 1 dx. Bu da bərabərdir. Bundan sonra biz belə bir fikir ideya irəli sürərik ki, nəyin törəməsi x bölünsün kök altında x kvadrat plus 1 verər? Deyirik ki, kök altında x kvadrat plus 1'in törəməsidir ki, nəyə bərabərdir? 2'də 1 vurulsun, 1 bölünsün, kök altında x kvadrat plus 1, bir də vurulsun, kökün altında x kvadrat plus 1'in ayrıca törəməsi, o da eləyəcək 2x. 2'lər burada iqtisad edən nəyə bərabər olar? Deməli, kök altında x kvadrat plus 1'in törəməsi nəyə bərabər oldu? X bölünsün kök altında x kvadrat plus 1'ə. İndi biz bu integralı bu şəkildə yaza bilərik ki, arc tangens x d nəyin törəməsi x bölünsün kök altında x kvadrat plus 1 verir? Kök altında x kvadrat plus 1'in törəməsi. X kvadrat plus 1 kök altında yazdıq. Bu da bərabərdir. Bundan sonra bu integrala hissə-hissə integrallama düsturunu tətbiq edərəm. Əgər arctangens x-a bir u desəm, kök altında x kvadrat plus 1'ə bir v desəm, bizdə integrallama düsturumuz necə idi? Hissə-hissə integrallama düsturumuz necə idi? U, dv bərabərdir, uv çıxılsın integral v, du şəklində. Onda bizim integralımız bərabər olacaq. UV, yəni arctangens x vurulsun, kök altında x kvadrat plus 1. Arctangens x vurulsun, kökün altında x kvadrat plus 1 çıxılsın integral v du. V'mizin yerində dayanır, kök altında x kvadrat plus 1 dayanır. V'mizin yerində kök altında x kvadrat plus 1 du'muzun yerində dayanır, arctangens x dayanır. Arctangens x. Bu da bərabərdir. Bundan sonra yazarıq. Arctangens x, arctangens x vurulsun, kök altında x kvadrat plus 1 çıxılsın. Diferensiyel işarəsi altından arctangens x-i çıxardarıq. Bilirik ki, arctangens x diferensiyel işarəsi altından çıxanda törəməsi tapılacaq. Törəməsi tapılsa, integral kök altında x kvadrat plus 1 vurulsun, kök altında x kvadrat plus 1 vurulsun. Arctangens x-in törəməsi bizə nəyi verir? Bizə verir ki, 1 bölünsün
x kvadrat plus 1 yine olur dx. Bu da beraberdir. Bundan sonra biz x kvadrat plus 1 necə yazarıq? X kvadrat plus 1'i birbaşa yazsaq, bu şekilde yaza bilərik ki, kök altında x kvadrat plus 1'in nöqtəli üzərində kvadratı. Bunlardan biri gedər. Bizim integralımız nəyə bərabər olar? R tangens x vurulsun x kvadrat plus 1 çıxılsın integral dedik ki, kök altında x kvadrat plus 1'in biri getdi, məxrəzdə 2 dənə olduğu üçün surətdəki ilə məxrəzdəkinin biri getdi, qaldı məxrəzdə təkcə kök altında x kvadrat plus 1 dx çıxılsın. Burada çıxmalı. Dx. Bu da bərabərdir. Arc tangens x vurulsun kök altında x kvadrat plus 1 çıxılsın. İndi biz nəyi hesablamalıyıq? İntegral 1 bölünsün x kök altında x kvadrat plus 1 dx hesablamalıyıq. Biz bilirik ki, bu hazır üstürdür. 1 bölünsün kök altında x kvadrat plus 1 dx nəyə bərabər idi? Ln modulda x üstə gəlinsin kök altında x kvadrat plus 1 plus s'yə bərabər idi. Bu integralın əvəzinə bunu yazaram. Deməli, bizim integralımızın cavabı nəyə bərabər olacaq? Arctangens x vurulsun kök altında x kvadrat plus 1 çıxılsın. Bu integralın əvəzinə ln modulda x üstə gəlinsin kök altında x kvadrat plus 1 plus s yazaram. Ln x üstə gəlinsin kök altında x kvadrat plus 1 plus s'ye